aləmlərin Rəbbi olan, zənginlərin malında yoxsul və miskinlər üçün bir haqq müəyyən edən, zəkat ilə dünya və dini islah edən Allaha həmd sənalar olsun. Allahın salat və salamı Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm üzərində olsun. Və həmçinin onun ailəsinin, sahabələrin və qiyamət gününə qədər Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna tabi olanların üzərində olsun. Şeyx Salih Fəvzan Hafizahullahın Ramazan dərsləri olan risaləsindən oxumağa davam edirik. Bugün də Şeyx zəkat haqqında xatırladacaqdır. Çünki Şeyx özü buyurur ki, yaxşı olar ki, zəkat çıxaran qardaşlar Ramazan ayında əgər onların havulları həmin il çıxarma vaxtı tamamlanıbsa, o zaman yaxşı olar ki, Ramazanda çıxarsınlar. Çünki alimlər gətirirlər ki, bu daha üstündür. Çünki Ramazanda edilən savab əməllər digər aylarda edilən savab əməllərdən qat-qat artıqdır. Şeyx Salih Fəvzan Hafizahullah buyurur ki, "E'lamu enne zekate hiye ruknus sadis min erkanil İslam." Bilin ki, zəkat İslamın üçüncü rüknudur. Və hiyə muvaliyyət lis-salat beynə tilkəl arkan. Namazdan sonra İslamın ərkanlarından üçüncüsüdür. Yəni Şeyx vurğulayır ki, fikir verin, İslamın dayaqlarında namazdan sonra gəlib. Və Allah Subhanahu və Taala Quranda çoxlu ayələrdə namazla birlikdə zikr edib. Və həmçinin Şeyx Salih buyurur ki, Quran-ı Kərimdə fi neyh və 30 ayətən 30-dan çox ayə vardır ki, zəkat namazla bərabər keçir Quran-ı Kərimdə. Və mimmə yədullu alə əhəmmiyyətihə və azim məkanətihə. Bu da Şeyx Salih buyurur ki, dəlalət edir ki, zəkat nə qədər əhəmiyyətli olan İslamın ərkanıdır. Və onun məkanı, məqamı nə qədər ucadır İslamda. Və zəkat çıxarmaqda, dəyərli müsəlmanlar, nə qədər böyük məsəlihlər, xeyirlər, məsləhələr vardır. Və o həmin xeyirlərin ən əzəmətli olanı da Allahın sənə əmr etdiyi, necə ki Allah sənə əmr edib, sənə verdiyi ruzidən sənin zəkat çıxarmağındır. Bu da Allaha olan şükürdən sayılır. Və həmçinin Allah Subhanahu və Taala nəfəqə verənlərə, xərcləyənlərə, zəkat verənlərə dinimizdən böyük savablar, əcrlər gəlmişdir. Həmçinin o zəkat çıxaran həmin əcrlərə, savablara nail olmuş olur. Və bunlardan da həmçinin xeyirlərindən Şeyx buyurur ki, وَمِنْهَا مُوَاسَاتُ الْأَغْنِيَا لِإِخْوَانِهِمِ الْفُقَرَى. Varlı qardaşların, kasıb qardaşlarına zəkatlarını çıxarmaqla, onların ehtiyaclarını ödəməklə onlara kömək etmiş olur. Həmçinin zəkat çıxarmağın faydalarından Şeyx Salih buyurur ki, zəkat çıxaran adam öz nəfsin təkəbbürlükdən, cimrilikdən, xəsizlikdən, tamahkarlıqdan, pis əxlaqdan öz nəfsini təmizləmiş olur, çıxartdığı zəkat vasitəsilə. Və ca'aləhu fi sufuhil muhsininəl-ləzîne yuhibbuhumullah və yuhibbuhumun-nas. Və beləliklə zəkat çıxaran adamı, şəxsi Allah Subhanahu və Taala sevər. Və həmçinin insanlar da onu sevər. Qalə Teala, Allah Subhanahu və Taala mübarək kəlamında Tövbə surəsi 103-cü ayədə buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Xuz min əmvalihim sadaqatan tutahhiruhum və tuzakkihim biha. Allah Rəsuluna əmr edir ki, zəkatı götürgülən sədəqələri götür ki, onları bununla günahlardan təmizləmiş olasan. Yəni, zəkat insanın nəfsin günahlardan təmizləyir, çıxartmaqla. Və həmçinin Allah Subhanahu və Taala buyurur ki, Bəqərə surəsi 195-ci ayədə Və əhsinu, yaxşılıq edin. İnnallaha yuhibbul muhsinin. Həqiqətən Allah yaxşılıq edənləri, ehsan sahiblərini sevir. Həmçinin Şeyx Salih buyurur ki, zəkat çıxaran, çıxartdığı zəkatla onun malı artmış olur. Malında olan bərəkəti artmış olur. Heç də zəkat çıxaran adam elə fikirləşməməlidir ki, elə bilməməli ki, çıxartdığı zəkatla malı azalacaq.
Nədir dəlil? Allah Subhanahu wa Taala Səbə surəsi 39-cu ayədə buyurur ki: "Və mə enfaqtum min şeyin fehuve yukhlifuh və huve hayrur raziqin." Uca Allah buyurur ki, malından nə xərcləsən, Allah onun əvəzini verəndir. O ruzi verənlərin ən xeyirlisidir. Allah Subhanahu wa Taala. Yəni bilginən ki, nə xərcləsən Allah əvəzini verəcək. Malından heç nə azalmayacaq. Və xüsusən də zəkat Allah Subhanahu wa Taala elə bir miqdar təyin edib ki, onun malından zəkat düşən adamın malından çıxan zəkat ondan demək olar heç nə azaltmır. Və həmçinin şeyx gətirir, səhih hədisdə keçir ki, Allah Resulü buyurur sallallahu aleyhi və səlləm: "Yəqulullah Teala." Allah Subhanahu wa Taala söyləyir ki: "Ya İbn Adəm, ey Adəm övladı, enfiq malından xərclə ginən. Unfiq aləykə, mən də sənə artırım. Mən də sənə xərcləyim. Sən xərclə ki, Allah da sənə artırsın." Və həmçinin şeyx buyurur ki, faydaların zikr edəndən sonra zəkat çıxarmağın xeyirlərindən və artıq zərərlərini gətirir. Buyurur ki, o kəslər ki, zəkat çıxarmaqdan imtina edirlər, onlar bilsinlər ki, bunda nə qədər onlar üçün zərər və ziyanlar vardır. Və həmçinin zərərlərindəndir ki, zəkat çıxarmayan şəxsin malı tələf olar. Şəriətdə gəlib ki, onun malı tələf olar, həlak olar onun malı, hansı ki, zəkata düşür. Möminlərin anası Ayşə radiyallahu anhə hədisdə rəvayət edir, hədisdə keçir ki, Allah Resulü buyurur ki, zəkata çıxarılmayan mal, o mal ki var orada zəkat çıxarılmır, həmin malı fəsada uğrayar, yəni tələf edir. Şeyx buyurur ki, görürük günümüzdə və eşidirik ki, nə qədər dünya malı, nemətlər vardır ki, hansı ki onlar məhv olur, yanır, qərq olur, dənizə batır, həlak olur, xusrana uğrayır. İstər Allahın verdiyi nemətlərdən ağaclar olsun, meyvələr olsun və istər digər qızıl, gümüş, mal olsun ki, zəkata düşür. Görürük ki, hamısı deyir, baş verən hadisələr səbəbi ilə yanır, məhv olur. Bunların da səbəbi həzə min uqubət mən'iz zəkə. Hansı ki, zəkatı verməyənlərə görədir, onların cəzasıdır. Allah Subhanahu wa Taala zəkatı çıxarmadığına görə onun malını tələf edir. Məhv edir, yandırır, bərəkət olmur. Və həmçinin və minhə mənhul qatr biləs-səmailəzi bihi həyatun nasi vəl bəhaim. Və həmçinin zəkat çıxarılmadığına görə Allah Subhanahu wa Taala hansı ki, onunla meyvələri, bitkiləri, ağacları, insanları, bütün yaratdıqlarına həyat verir. O yağışla Allah yağışı kəsər. Zəkata çıxartmadığına görə Allah Subhanahu yağışı kəsir. Və fil hədis dəlildir. Allah Resulü buyurur: "Və mə mən'a qavmun zəkata əmvalihim illə muni'al qatra minəs-səma." O kəslər ki, zəkat çıxarmazlar, mallarının zəkatını verməzlər, o qövm ki, yəni zəkatını çıxarmaz, Allah onlara səmadan yağan yağışı qadağan edir. Yəni onlara yağışı yağdırmaz Allah Subhanahu. Kəmə tüşəhidunə inhibasil əmtar an kəsir min bilad. Şeyx deyir ki, necə ki şahid oluruq, görürük ki, nə qədər neçə ölkələr var ki, yağış yağmır. Allah yağışı kəsmişdir. Bunun səbəbindən də nə qədər böyük bir zərərlər baş vermişdir. Həzihi uqubətun acilə. Hələ bu dünyada verilən cəzadır. Tez verilmiş dünyada olan cəzadır. Zəkat çıxarmayana. O şəxs ki, boynuna vacib düşüb malından zəkatını çıxarmalıdır. Ona hələ bu dünyada verilən cəzadır. Və əmməl uqubətil acilə fəhiyyə əşəddu min zəlik. Amma qaldı ki, gecikdirilən qiyamət günü veriləcək cəza isə zəkat çıxarmayana o bundan daha şiddətlidir. Dəyərli qardaşlar, şeyxin burada etdiyi nəsihət heç də xas yalnız zəkat çıxarmayanlara deyil. Ümumən malından nəfəqə verməyənlərə, malın yığıb saxlayan, xərcləməyənlərə də aiddir. Necə ki, dəlil ayəni gətirdi və gətirəcək də. Şeyx buyurdu ki, ahirətdə cəzası isə zəkat çıxarmayan üçün daha şiddətlidir bu dünyadan.
Nədir dəlil? Tövbə surəsi 34 və 35-ci ayələrdir. Allah subhanahu wa ta'ala buyurur ki: وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ. O kəslər ki, qızılı, gümüşü, yəni zəkata düşən malların yığarlar, saxlayarlar, onu Allah yolunda xərcləməzlər, zəkatını çıxartmazlar, öz Rəsuluna deyir ki, فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ. Onları ağrılı, acılı, şiddətli bir əzabla müjdələ. Xəbər ver ki, onları şiddətli əzab gözləyir. Və həmçinin Allah subhanahu wa ta'ala buyurdu ki: يَوْمَ يُحْمَى عَلَيْهِ فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ هَذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ. O gün, qiyamət günü yığdıqları qızıl, gümüş, cəhənnəm odunda qızdırılacaq deyir Allah subhanahu ta'ala. Və bununla onların alnına, böyürlərinə, bellərinə dağ basılacaqdır. O şəxslər ki, qızılı, gümüşü yığır, zəkatını çıxartmır, Allah subhanahu ta'ala onların alnına, böyürlərinə və bellərinə dağ basacaq. Qızdıraraq. Bu, özünüz üçün yığıb saxladığınız sərvətdir. Sərvətinizdir deyiləcəkdir. Və Allah subhanahu ta'ala deyəcək, elə isə dadın, yığıb saxladığınız bu sərvətin əzabın ağrısını dadın. Çünki qiyamət günü çıxartmadığın zəkat ki var, hansı ki o mal ki çıxartmırsan, qızıl olsun, gümüş olsun, pul olsun, dəvə olsun, qoyun olsun, mal olsun, xurması olsun, Allah qiyamət günü çıxartmadığın o zəkatla sənə əzab verəcək. Həmən zəkatla verəcək əzabı sənə. Və dəlillər də Tövbə surəsi və növbəti gələn inşallah hədisləri keçəcəkdir. Şeyx ayədə keçir ki, yığıb saxladığınız kənz keçir. Şeyx Salih buyurur ki: وَكُلُّ مَالٍ لَا تُعَدَّ زَكَاتُهُ فَهُوَ كَنْزٌ يُعَذِّبُ بِهِ صَاحِبُهُ يَوْمَ الْقِيَامَةِ. İnsanın yığıb saxladığı, yəni vermədiyi, malın çıxartmadığı, zəkatın vermədiyi hər bir mal kənz sayılır olsun. Və qiyamət gündə ondan ona əzab veriləcək deyir Şeyx Salih. Və yudahu zəlikəl hədis-i sahih an-Nəbi sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət olunan səhih hədis də bunu açıqlayır. Görün Allah Rəsulü nə deyir hədisdə? Nə qədər şiddətlidir. Zəkat çıxarmayanın cəzası qiyamət günü nə qədər ağır olacaq. Allah bizi qorusun. Allah Rəsulü buyurur ki, malının zəkatını verməyən qızıl və gümüş sahibi üçün qiyamət günü cəhənnəm odundan bir qapı açılacaq. Və yığdıqları qızıl və gümüş cəhənnəm atəşində qızdırılıb həmin sahibinin alnına, böyrünə, kürəyinə onunla, o malla dağ basılacaq qiyamət günü. Hər dəfə soyduqda yenidən təkrarlanılacaq. Bu əzab müddəti 50.000 il davam edəcək olsun. 50.000 il davam edəcək. Və həmçinin bəndələr arasında, Allahın bəndələr arasında haqq hesab başlayana və hər kəsin cəhənnəmlik və ya cənnətlik olduğu günə qədər davam edəcək onun üçün bu əzab. Allah Rəsulü deyir ki, dağ basılacaq, qızdırılaraq, o soyuyacaq həmin dağla, sonra təzədən qızdırılacaq, yenə basılacaq. Ta ki 50 il davam edəcək. 50.000 il davam edəcək. Allah qorusun. Orada olanlar, sahabələr deyirlər ki, Allahın elçisi, bəs dəvənin zəkatını verməyənlər? Allah Rəsulü buyurdu ki, həmçinin dəvə sahibi də onun zəkatını verməsə, qiyamət günü üzü üstə bir çuxura atılacaq. Zəkatı çıxarmayan. Hər bir dəvə ayaqları ilə onu tapdalayacaq və dişləyəcək. Onun isə qaçmağa yeri olmayacaqdır. Birinci dəvə bunu etdikdən sonra digəri onu əvəz edəcəkdir. Yəni, neçə dəvə çıxarmalı idisə zəkatda, birinci onu etdikdən sonra növbətçisi təkrarlayacaq onu. Tapdalayacaq, ona əzab verəcəkdir. Bu əzab müddəti Allah Rəsulü deyir ki, 50.000 il davam edəcək. 50.000 il. Allah qorusun. Allah qorusun. Və qalə Teala, Allah Subhanahu taala həmçinin ayədə buyurur ki: وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّٰهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ.
سَيُتَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ Allahın öz lütfündən bəxş etdiyini xərcləməyən, xəsislik edən kimsələr heç də deyir bu onların, elə güman etməsinlər ki, bu onların xeyrinədir. Kim malından xərcləmir, zəkatı çıxartmır, elə bilməsinlər ki, bu onun xeyrinədir. Əksinə, şərrulləhum, onların ziyanlı olacaqdır. Onların xəsislik etdikləri şey qiyamət günü Allah Subhanahu taala buyurur ki, onların boyunlarına dolanılacaq. Hansı ki, xəsislik edib çıxartmırdılar. Qiyamət günü onların boynuna dolanılacaq. Və həmçinin Muhammed sallallahu aleyhi və səlləm buyurdu ki, kimlər ki Allahın ona verdiyi maldan zəkat çıxarmır, qiyamət günü Allah onun mal dövlətini gözlərinin üstündə qara xal olan zəhərli ilana döndərəcək. Səhih hədisdə gəlir. Qiyamət günü onun çıxartmadığı mal dövləti Allah zəhərli ilana döndərəcək. İlan onun boynuna sarılacaq və onun yanaqlarından yapışıb, yəni dişləyərək deyəcəkdir ki, Ənə məlukə, mən sənin malına. Ənə kənzukə, mən sənin yığıb saxladığın, çıxartmadığın mala. Zəkatın vermədiyin mala. Elə deyib onu sancacaqdır. Və hədihi uqubətin məniyyəti zəkəfi. Bu da şeyx buyurur ki, zəkat çıxarmayanların uqubətidir. Zəkatı verməyənlərin onlara veriləcək cəzadır ki, Allah Subhanahu wa Taala vermədikləri malı qızdıraraq onlara dağ basacaqdır. Və elə bir ilan göndərəcək ki, o onların çənəsindən yapışıb onları sancacaqdır. Zəhərli bir zəhər verəcəkdir onlara, hansı ki, dözülməz ağrısı olacaq qiyamət günü. Allah qorusun bizi. وَلَيْسَ هَذَا الْعَذَابِ يَحْصُلُ فِي سَاعَةٍ وَيَنْقَطِعُ Heç də elə bilmə ki, bu əzab bir saat sürən bir, sonra da keçib gedən bir saat sürən bir əzabdır. Bəl yəstəmir 50 əlfə sənə. Əksinə 50.000 il davam edəcək o əzab. 50.000 il. Allah bizi salamat eləsin. Həmin gün Allah bizim qədəmlərimizi sabit eləsin. Nəuzu billahi min zəlik. Allaha bundan sığınırıq. Allaha bu əzabdan sığınırıq. Allah bizi qorusun həmin günü. Allahümme ya Rabbi dualarımızı qəbul edin. Və məniyyəz zəkəti izə urifə anhu zəlikə fə innəhu lə yəcuzu tərkuhu. Əgər sənə və dəyərli qardaşlar Şeyx Salih Fövzan Hafizəllah zəkatın xeyirlərindən danışdı, xatırlatma olsun. Və sonda zəkat çıxarmayanın, hansı ki zəkat üzərinə vacibdir və çıxartmır, yığıb saxlayır, ona verilən əzabdan danışdı, xatırlatdı. Quran və sünnədə gələn və bundan sonra şeyx kimlər ki zəkat çıxartmır deyir. Tanıyırsan ki bu şəxsə zəkat düşür, malından lakin zəkat çıxartmır. Heç də deyir sənə icazəli deyil ki onu olduğu kimi tərk edəsən. Sənin xəbərin var ki qardaşın zəkat çıxartmır ha? Yox, özü bilər. Belə demə, özü bilər, özü hesab verəcək. Sənin üzərinə vacibdir ki ona deyəsən ki, əxi, malından zəkat düşür. Şəxsidə, üsulunda, düzgün, qaydasında ona nəsiyyət edəcəksən. Ədəbi ilə nəsiyyət edəcəksən ki, əxi, əgər çıxartmamısansa, malın zəkatını çıxararsan. Allah 8 sinif insanı Quran-Kərimdə buyurub, hansı ki, zəkat düşür. O, onların haqqıdır səndə olan. Heç də sənin malın deyil. Allah olanın haqqın verib səndə. Sən də verməlisən onların haqqını olaraq. Nəsiyyət edəcəksən. Və şeyh buyurur ki, Bəl yecubul inkar aleyhi və nusuhu. Əksinə onun üzərinə vacibdir ki, hansı ki bilir ki zəkat çıxartmır qardaşı, ona əksinə nə edəcək? Nəsiyyət edəcək. Ona nəsiyyət edəcək. Fəin əsarra alə mən'ihə vəcəbə alə vəli. Və əgər nəsiyyət edər və israrlı davam edərsə, yenə zəkat çıxarmazsa, bu zaman nə edilir? Vəliyül əmrə, əmr sahibinə, başçıya onun haqqında xəbər verilir. Şəriətdə hökmü budur. Başçıya onun haqqında xəbər verilir. O insan vacibliyin başa düşərsə, o zaman nə etməlidir? Onu əda eləməlidir, zəkatını çıxartmalıdır. Və illə vəcəbə qatluhu. Yox, əgər inkar edərsə vacibliyin, deyərsə ki, zəkat yoxdur, belə bir şey, İslam dinindən çıxmış sayılır, Şeyx Salih Fövzan deyir. Və hakimin üzərinə düşən onu öldürməkdir. Şəriətdə hökmü budur. وَاِنْ كَانَ مُقِرًّا بِوُجُوبِهَا وَلَكِنَّ مَنَعَهَا بُخْلًا. Yox, əgər vacibliyin iqrar edir adam,
deyir ki, vacibdir, lakin tənbəllikdən çıxarmırsa, vacibə təziruhu və əxəzuhə minhu qahran. O zaman hakimin, rəhbərin, əmrin üzərinə düşür ki, onun neynəsin, cəzalandırsın və qahran əlindən o malı alsın. Baxın, şəriət o malı onun əlindən alır. Niyə? Sənin deyil. 8 sinifin haqqıdır. Yox, əgər vermirsə yenə də malı, rəhbər onunla döyüşür. Şəriətdə hökmü budur. Rəhbər onunla döyüşür. Bu da nədir dəlili? Əbu Bəkir Əs-Siddiq radiyallahu anhu Şeyx Salih Fövzan gətirir ki, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndən sonra Allah Rəsulu hansı ki vaxtında zəkat verirdilər, vəfatdan sonra dedilər ki, zəkat vacib deyil. Yalnız həyatında idi, Allah Rəsulu sağlığında idi. İnkar elədilər zəkatı. Zəkat verməkdən boyun qaçırdılar. Sahabələr onlara çatdırdı, yenə də dedilər ki, vacib deyil, inkar elədilər. Zəkat vacib deyil dedilər. Bu zaman neynədə Əbu Bəkir Əs-Siddiq radiyallahu anhu sahabələri toplayaraq onları öldürdü, qətl elədi. Və malların onlardan zəkata düşən malı zorla aldı əllərindən. Bu qədər qardaşlar, Allahdan istəyir ki, Allah Subhanahu wa Taala bizləri eşidib faydalanan qullarını etsin. Allah Subhanahu wa Taala bizləri o mal sahiblərindən etsin ki, biz də zəkat verək, zəkatı çıxaranlardan olar. Allahümmə amin. Aqulu ma tesmaun və estağfirullahu li və lekum və lisa'iril muslimin min kulli zam və estağfiruhu innehu huvel